Hello everyone, herkese salam dostlar. Biz bugün sizinlə birlikdə vəzifə qaydası ilə tanış oluruq. Bundan qabaq to be, do das, həfəz qaydaları ilə tanış olduğumuz kimi bugün də vəzifə qaydasını öyrənirik. Vəzifə nədir? Keçmiş zaman göstəriciləridir. Was təkdə işlənilir, bro cəmdə işlənilir. Bəs was-da hansı şəxslər işlənilir? I, he, she, it. For example, məsələn bir cümlə üzərində deyək. Burada yazıldığı kimi she was happy. O qadın cinsi xoşbəxt idi. He was sad. O kişi cinsi qəmgin idi. Və isə cəmdə işlənilir, üç şəxslə işlənilir. You, we, they. For example, bir cümlə deyək. Məsələn, they were late. Onlar gecikdilər. Bu cür şəxslərlə cümlələrdə işlətdik. Tək və cəm nə olduğunu bunlardan anladıq. İndi isə bu qaydanın üstümüzdə daha gözlənməsi üçün tapşırıqlarla işləyək. Gəlin baxaq, buna aid tapşırıq verər. Boşluq verilib at the park. Adla nə işlənirdi? Təbii ki, was işlənirdi. I was at the park. İkinci cümləmizdə you cəmdir, həmçinin you da were işlənir. You were very helpful. He-də was işlənirdi. He was late yesterday. Dördüncüsündə she verilib. She-də was işlənirdi. She was at home. Beşincisində it-də was işlənirdi. It was a sunny day. Altıda we cəmdir. We-də were işlənilir. We were at the movie. 7-də they cəmdir. They were good friends olur. 8-də the dog təkdir, cəm şəkilsi yoxdur. Biz də demişdik ki, təklərdə was işlənilir. Ona görə the dog was in the garden olur. 9-da my parents mənim valideynlərim. Artıq burada valideynlər cəm şəkilsi var. Cəmliyi bildirir. Ona görə də cəmdə were işlənirdi. My parents were on vacation. Onda the cats boş verilib, sleeping verilib. The cats cəmdir, cəmdə isə were işlənilir. The cats were sleeping. Bugünkü qaydamız bu qədər. Ümid edirəm ki, yararlı oldu. Sağ olun.